Demək olar ki, bu məhəllədən uşaqlığımda çayı keçib babamın evinə getmişəm. Amma bu 43 ildə çox, 1000 dəfədən çox bu ərazidən keçmişəm. Amma burada Lənkəranın bu yerində belə bir parkın olduğunu heç vaxt görməmişdim. Düzdür, park baxımsız haldadır, amma yəni həqiqətən də əməli başlı park imiş. Ola bilsin Sovet dönəmindən bəlkə qalmışdı. Çünki burada məzarlıq var. O məzarlığı da birinci dəfə görürdüm. Məzarlığın digər tərəfini görmüşdüm. Bilirdim ki, Ruslar Xristiyan belə deyək də inancı olan insanların dəfn olunduğu yerdə də ulduz işarəsi var. Digər tərəfdə də Xristiyan qəbirstanlığıdır. Burada park. Parkı yəqin ki, indi ola bilsin Sovet dönəmindən bəri qalan bir parkdır. Onu yalan deyərəm, amma çoxdandır ki, görünür ki, bura nə gələn, nə gedən, nə də oturan, nə də istirahət edən olmayıb. Amma quşların səsi Lənkərandayıq dostlar. Yazın görək bu parkı. Lənkəranda olduğumu bilirdiniz.